Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve accil feracahum ve ehlik aduvvahum minel cinni vel insi minel evveline vel ahirin. Mübarek Ramazan ayının gəlişi münasibətilə bütün Qur'an və Əhl-i Beyt davamçılarını və bu ayın hörmətini, sayğısını saxlayan hər bir kəsi səmimi qəlbdən təbrik edirik. Allah Təbarək Teala'dan bu ayda hər birinizə bu ayın şəhidi Əmirül-Müminin əleyhissalama xatir rəhməti, məğfirəti, bərəkəti və xeyri təmənna edirik. Allah Teala Əmirül-Müminin ağanın hörmətinə bu nemətləri hər birinizə gözəl surətdə ihsan etsin. Bu ayın özəlliyi və gözəlliyi bu ayda olunan ibadət və itaətlərdədir. Sual olunur ki, insan Ramazan ayında orucluq halında hansı müstəhəb əməlləri yerinə yetirsin ki, daha çox savab və mükafat sahibi olsun? Bu illər boyu olunan bir sualdır. Amma biz istəyirik ki, bu günləri günah bataqlığında və təlatümdə olan dünyamızda sualın formatını dəyişək və bu sualın formatı daha önəmlidir ki, biz hansı işləri görməyək ki, hansı əməlləri tərk edək ki, bizim orucumuz sağlam halda, gözəl surətdə yerində qalsın. İnsan orucluqda, orucluq halında günah işlədib, orucluğun sağlamlığına zərər vurub, onun gözəlliyini eybəcəlləşdirəndən sonra təzədən zəhmətə düşür, təzədən savab və müstəhəb işlərlə məşğul olur ki, bu orucun sağlamlığını sağaltsın, orucun gözəlliyini təzədən yerinə qaytarsın. Belə olur da. Amma insan ilk növbədə özünü müəzzəf bilsə, vəzifəli qərar versə ki, mən günahları tərk edim, filan işi görməyim, filan günahları özümdən uzaqlaşdırım, xətaları özümdən uzaqlaşdırım, orucum sağlam qalsın və gözəlliyi öz yerində olsun. Bu daha məntiqlidir. Əgər bir insan günahı tərk edərsə, dilin günahın, gözün günahın, qulağın günahın, hər növ günahı, xətanı tərk edərsə, orucluğunun sağlamlığını qoruyub saxlayarsa, onun gözəlliyini qoruyub saxlayarsa, bu insan elə ən gözəl savab və mükafat ələ gətirmişdir. Niyə? Çünki orucluğun əsli hədəf, məqsəd və amacı insanın təqva ələ gətirməsidir. Təqva isə hər bir günahın qarşısında insan dayansa, o günahla qarşı-qarşıya gəldikdə, tormuza ayağın bassa, dursa, insan elə savab sahibidir və mükafat ələ gətirmişdir. Və bu baxımdan biz ilk növbədə gərək tərk olunmalı günahların, işlərin fikrində olaq. Nəinki günahlar və xətaların haqqında düşünmədən və bu günahlara mürtəkib olaq və yenidən orucluq halında duraq, savab iş görək və müstəhəb işlər görək ki, savab ələ gətirək, yaxud sağlamlığı əldən vermiş orucu sağaldaq və onun gözəlliyini bərpa edək. Bu baxımdan ilk öncədə biz orucluğun əsli hədəf və məqsədini özümüzə demək təlqin etməliyik ki, təqva ələ gətirək və təqvanın da ələ gəlməsinin yolu günahların qarşısında insanın dayanmasıdır. Tormuz vurub durmalısan.
və belə bir halda insan elə savab və mükafatları ələ gətirib və müttəqilərin cərgəsinə daxil olur. Bəli, belə olduqda insan bacardığı hər bir növ müstəhəb əməlləri bunun kənarında yerinə yetirsə ki, bu həm orucluğun sağlamlığının möhkəmlənməsi olar və orucluğunun daha da gözəlləşməsinə bir səbəb və amildir. Allaha and veririk bu ayın haqqı hörmətinə, bu ayın şəhidi Əmirül Möminin Ali əleyhissalamın hörmətinə Allah bizi günahlardan qorunmaqda müvəffəq etsin və nəfs-i əmmarəmizin əsarətindən qurtuluşda, xilas olmaqda Allah bizi müvəffəq etsin, güc versin bizə, qüvvət versin və bir an, bir göz qırpımı bizi nəfsimizin öhdəsinə buraxmasın. Allaha əmanət olun.